Əslində mən bilmədən də bu yaxınlarda bizim uşaqlar gətiriblər. İngilis dilində nəyisə başa düşmürəm. Mən demirəm mən dəhşət bilirəm, amma yəni başım çıxır da, yəni belə deyim də, yüngül danışıq formasında bilirəm. Açdım, baxdım, gördüm ki, yazılıb ki, я иду в школу da, например, rus dilində, ingilis dilində ya da I go to school. Deyirəm ki, bilirsən, sən bu məktəb sözünü yadında saxlaya bilmirsən, düzdür? Bax, məktəb Azərbaycan dilində bəli, başqa cürə səslənir. Amma rus dilinə, ingilis dilinə bax, orada eyni cürə səslənir. Deyir, necə? Deyirəm, burada school gedir, orada da şkola gedir. Hiss eləyirsən yaxına. Şoxdur da. Siz təsəvvür edin, mən ondan neçə dəfə soruşmuşam ardıcıl. Uşaqlardan sorsam, o sözü yadda saxlayıblar. Mən, yəni, siz dediniz, prosta mən indi şey elədim mi gəldi, mən bilmirdim onu. Prosta, yəni, təsadüfən şey eləmişəm onlara, demişəm ki... Onu məsələn, indi siz şkola sözünü necə yadda saxlaya bilərik? Hissələrə bölürük. Təsəvvür edirik ki, bir türk dostumuz var. Bu türk dostumuzun övladını biz məktəbə yazdırmalıyıq və bir rus məktəbinə yazdırmalıyıq. Və bunun üçün də biz onu məktəbə aparırıq, məktəblə tanış edirik, rus məktəbi ilə və nəticədə onu məktəbə yazdırmaq üçün bir yerə qol çəkmək lazımdır. Məktəbə qəbul olmaq üçün ilk şərt, bu da çox belə tanınmış, yaxşı bir məktəbdir, rus məktəbidir. Bu rus məktəbinin bu türkü təhsil olaraq, tələbə olaraq işə belə tələbə olaraq götürməsi üçün, öğrenci kimi götürməsi üçün ondan gözəl bir qol çəkməsi tələb olunur. O da qol çəkir, qol çəkəndə baxırıq və yaxud da ki, orada rəhbərlik heyət baxır, deyir ki, şu qola bax. Belə qolu olanı biz məktəbə götürə bilmərik. Şu, türklər bunu işarə əvəzli kimi şunu deyir axı. Şu qola bax. Belə qol çəkən adamın bizim məktəbdə işi ola bilməz. Şkola, şu qola. Faktiki hər hekayə. Amma belə hekayə eləməklə daha çox yadda saxlamaq mümkündür əslində. Hekayə bir dəfə qurulur, ömür boyu yadda qalır. Əzbər milyon dəfə edilir. Heç vaxt yadda qalmır. Bir dəfə də yadda qalmır. Bir dəfə də yadda qalmır. Və beyin sağlamlığı cəhətdən hekayə quranda beyin neyronları arasındakı sinaptik əlaqələr güclənir. Bu da beyin sağlamlığına müsbət təsir göstərir.